Amin Şahin, sənə də Allah kömək olsun. Salam. Ay Hüseyin, bu ürəklər nədir ay Hüseyin? Bax, bekar insandır, görürsünüz. O qədər bekardır ki, o qədər ürək atıb da, yəni, o qədər bekardır. Bu yetərdir. Bu platforma sənlikdir, ya da həyəva mənlikdir. Sən kimsən ki, ümumiyyətlə mənə bala deyəsən? Sənin də bir dənə səhifə paylaşaram mən gözdə. Elçin İbadət oğlu, tamam. Sən kimsən axı mənə bala deyəsən? Hı? Ay səviyyəsiz. Elçin İbadətdən o səhifəsinə baxım, yaxşı tağ elədin, gözdə. Tərbiyəvizi göstərmiş olursunuz, başqa iş. Salam. Yox, yenə deyə bilməm. Lap 100 yaşı olsun. O hörmətsizlik. O kimdir gəlsin mənə söz yazsın axı. Əlbəttə. Məsələn, Meduza, mənsə Ədər deyə müraciət eləsəm xoşuna gələr. Sənin tanımadığın biridir, səndir Ədər. Hələ başqa cür də müraciət edə bilərəm. Yəni, o tərbiyə icazə vermir, o sözü demə gətirmir. Xoşuna gələcək. Ola bilərək, hər kəsin bir cür xarakteri var. Normal qəbul edir, amma mən normal qəbul edirəm ki, bir kişi gəlsin, mənə bala desin. Kimsə alsın. Mən özümə qarşı hörmətsizlik kimi başa düşürəm. Salam. Salam. Zaten o dedi, bura mənlik deyil. O özünü bəlli etdi də, o hansı canlılarda olur. O zaten özünü bəlli elədi ki, o hansı tip canlılarda olur. Mən deyən kimi səhifəni paylaşacağım, getdi öz əlqədi səhifəsini, qorxdu, gördün, qorxmazdı da. Niyə pis etsin ki sən ayranı? Niyə? İnsan özünü göstərir, başa düşürsünüz, özünü göstərir. TikTok səni nəyisə məcbur eləmir.
TikTok sənə demir ki, tərbiyəsizliyi göstər. Kim nəyi göstərirsə özü göstərir. Tərbiyəsizlik tərbiyəsizliyini göstərir. Əxlaqsızdır əxlaqsızlığını göstərir. Mədəniyyətsizlik mədəniyyətsizliyini göstərir. Hər kəs öz xarakterini göstərir. TikTok sənə demir ki, belə davranmalısan burada, yoxsa mən səni qəbul eləməyəcəm TikToka. Pis yazanlar deyirəm də, hər kəs öz tərbiyəsini göstərir. Başa düşdü? Tərbiyəsiz əlbəttə gəlib pis yazacaq. Qarşındakı nə qədər yaxşı olsa da, gəlib öz tərbiyəsizliyini göstərəcək. Çünki o qanudur. Qanun tərbiyəsizdir də, başa düşdü? Ondan yaxşı bir şey gözləməyin. Mən burada kimdənsə pis, hörmətsizcə danışmıram, qeyri-etik danışmıram. Davranışımda pis heç nə yoxdur. Düzdür? O gəlib orada pis nəsə yazırsa, deməli özü tərbiyəsizdir o. Kanı xarabdır. O neynəsən də düzəlməyəcək. Onlar kimdir ki, ümumiyyətlə dalga görüyor? Sadəcə fikrimi deyirəm. Onlar mənim üçün heç kimdir. Salam. Ne kadar ağlamırsansa görünə boyda səhvlər etmirsən. Səncə bu hardan götürmüşsən sən? Hardan götürmüşsən bu cümləni? Çünki bu sənin ümumiyyətlə öz düşüncən deyil. 100%. Sənin fikrin deyil. Salam.